vətəndaşların xalqın içərisindəyəm. Vətəndaşları hər zaman... Şəxsi avtomobilinizdən də... Bəli, mən ümumiyyətlə son illərdə 10 ilə yaxındır, mən avtomobildən istifadə etmirəm. Hər zaman vətəndaşdan. Niyə? Məqsəd ondan ibarət. Vətəndaş rahat icra hakimiyyətinə yaxınlaşsın və öz sözünü desin, problemləri desin. Axı, siz də bilirsiniz, biz də bilirik ki, ölkə başçımızın bir fikri, bir məqsədi vətəndaş məmun qalmalıdır. Və bir də bir söz söyləyə bilərəm ki, burada vətəndaşın icra hakimiyyətə gəlişə ehtiyac yoxdur. Mən hər zaman bunu siz canlı şahidi ola da bilərsiniz. Sözsüz ki, birinci növbədə vətəndaşın məmurluğu təmin olunmalıdır. Və sizi inandırım ki, hər zaman rayon icra hakimiyyətinin başçısının qapısı hər bir vətəndaşın üzünə açıqdır. Qəhrəmanın atasıdır, Mayor Xəyyam Əliyev vətən müharibəsi zamanı yaralandı. 6 ay yaxın mərkəzi hospitalda deməli müalicə alındı, sonra gəldi, getdik, görüş də keçirdik. Necədir qəhrəmanımız? Əla, cənab prezidentimizin göstərişi ilə Yaşad Fondu Türkiyə göndərdi. 7-3 ayda orada. İndi harada işləyir? Rayon İcra Hakimiyyətinin tabiçiliyində, mənzil istismar sahəsində mühəndis. Bildiyiniz kimi, Qazax rayon icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Qazax rayon icra başçısı təyin olunduğu gündən fəaliyyəti barəsində çox sayda yazılar dərc edib, diqqətə çatdırmışıq. İndi isə cənab Babaşov bu verilişdə qeyd etdiyi fikirləri tam doğru və həqiqətdir. Beləliklə, insanların icra hakimiyyətinə getmələrinə heç bir ehtiyac görülmür. Ona görə ki, cənab Babaşov hər zaman şəhərin mərkəzində insanların yanındadır və insanlar tam sərbəst şəkildə cənab Babaşova yaxınlaşıb fikirlərini deyə bilirlər. Yeri gəlmişkən, bizlər də ölkə başçısına təşəkkür edirik ki, bizim rayona cənab Babaşov kimi insanı rəhbər təyin edibdir. Hər zaman fəaliyyətində uğurlar.